Bize müraciət edən 37 həftəlik bir hamiləlikdir. Bəli. Həm gülməli vəziyyətdəyik, həm ağlamalı vəziyyətdəyik. Qızımızın analizlərində, baxın, leykositlər artıq 24-dür, hemoglobin düşüb 9-a. Həkim qızımıza deyibdir ki, ha əlləşdiyi, nə deyib sənə? Deyirsin. Gülməlidir, nə deyib xalacaq, sən qışıq deyirsən. Şeydə, əlləşdi, yəni alınmadı da. Nə yesin ki, qanı qalsın? Yemək çox yesin, şirinçay çox yesin. Şirinçay çox yesin ki, qanı qalsın. Baxın, buradan əziz həmkarım, kolleqalarım, mən çox istəyirəm bala həkimlər. Amma valla mən həqiqi elə deyib həkim ki, şirinçay içsin, qanı qalxacaq. Həqiqətən şirinçay hemoglobinə heç bir təsir eləmir. Əgər əziz hamilər, burada vəziyyət çox ciddidir. Yəni, burada leykositlər, yəni, o qədər çoxdur, qanazlığı ciddi vəziyyətdədir. Qız təngərəfəs oturub burada. Artıq hamilənin ən son günləri, 37-ci həftədir. Mən indi o qədər buna kömək eləməliyəm ki, doğuşa qədər bu problemlərdən biz elə eləməliyik ki, bu problemləri gerdə qoyaq. Sən doğuşunda problem yaranmasın, mənim balam. Sən qırmızı ət yeməlisən, qırmızı ət, hemoglobin içməlisən, dərman içməlisən. Bu birdən-birə 9 olmayıb, nə də bu leykosit birdən-birə 24 olmayıbdır. İndi leykosit ola bilər, iltihab fonda deyirsən, xəstələnməmişəm, gedəndə olsa yuxarıdır, həmçə qanın aşağıydı. Yəni bu qanazlığın faridsa, mütləq qayda, bu iltihab markerlərini görürlərsə, mütləq qayda öncədən buna önləm almaq lazımdır. Qanazlığı olan bir qadın əsasən 28-ci həftədən başlayır. Əgər öncəki bir qanazlığı yox idisə, 3 ay müddətində hər gün əgər dəmirə bağlı qanazlığıdırsa, 120 mg dəmir dərmanı qəbul eləməlidir. Ətli xörəklər yeməlidir. Şirinçay iç, qanın qalxacaq, hələ dünyada belə bir protokol yoxdur ki, o həkimsə onu məsləhət görürdür. Həm ağlamalıdır, həm belə gülməlidir. İnşallah bizim müalicələrdən sonra özü yaxşı seyirsin.